Bu mənim keçən il quru üsulla bağladığım üzüm yarpağıdır. Gözəl də qalıb. Bu üsul çox sadə və rahatdır. Əvvəlcə üzüm yarpaqlarını ölçülərinə görə dəstələyirəm və sonra sterilizə olunmuş quru bankalara 3-4 dəfə qatlayaraq sıx şəkildə yığıram. Götürdüyünüz yarpaq 5-6 dənə olsa kifayətdir. Çox götürsəniz yarpaqlar cırıla bilər. Sonra bankaların üzərinə salfetkanı əzərək qoyuram və bu salfetkanı yandırıram. Biraz yanan kimi dərhal sterilizə olunmuş quru qapaqlarla möhkəm bağlayıram. Bankaları sərin yerdə saxlayıram. Vəssalam.